Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Mən Fidan İskəndərova. Bugün sizləri 5 suallıq izahla tanış etmək istəyirəm. Vaxt itirməyək, başlayaq suallara. I, I, U, Ü şəkilçisi hansı cümlədə sifət düzəltmişdir? Əgər bu şəkilçi sifət düzəltməyini istəyirsinizsə, gərək hökmən sifətin sualına cavab versin. Variantımız olacaq B variantı. İnnabı rəng. Hansı rəng? İnnabı rəng. Tapşırığı nəyi? Həyatı nə? Yazı nə? Qışı nəyi? Hər biri ismin sualına cavab verdi. Amma B variantında I, I, U, Ü gəlişi ilə sifətin sualına cavab verdi. K səsinin tələffüz edildiyi sözü müəyyən edək. Görək 5 variantdan hansını da tələffüz edəndə biz karandaşın K-sını eşidirik. Maqnit, çörək, kəpənək, qaymaq, nöqsan. Cavabımız olacaq Y variantı. Nök, kartofun K'sı. Nöqsan olacaq. Amma burada maqnitdə, kəpənəkdə, qaymaqda, çörəkdə X səsi var, nə bilim, Q səsi var, X iştirik səsi var, amma K səsi yoxdur. Hansı sözə saitlə başlayan şəkilçi artırdıqda q-ya keçmir. Bunun xüsusi bir qeyri-adi izahı yoxdur. Mən də sizin bildiyiniz qədər bilirəm bunu da. Saitlə başlayan şəkilçi artırırsınız hamısına. Görün hansında dəyişiklik olmayacaq. Cavabımız da olacaq həmin variant. Qulağa, qonağa, qaynağa, yaxşılığa hər biri dəyişdi, amma şəfəqə deyə bir dəyişiklik yoxdur deyə biz bunu dəyişmirik. Şəfəqə olacaq. Variant C variantı. D səsinin 2 dəfə işləndiyi sözü göstərək. Baxın, özü transkripsiyaya qoyubsa müəllif bunu, deməli siz tələffüzə baxıb, o tələffüzdə D səsinin 2 dəfə işlənməyini tapmalısınız. Gəlin baxaq. Hər birinin tələffüzünü edək. Dəs, dədən. Burada 3 ədəd D var. Döv, lət, di. 2 ədəd D var. Variant D variantı. Ağ, da, rış, da, D. 3 ədəd D var. Palıt, dan. 1 ədəd D var. Şabalıt, dan. 1 ədəd D var. Bizə 2 D lazımdır. Variant D variantı. Növbəti sualla davam edək. Yasdı. Tələffüz etsək, yasdı olacaq, bəli. Sözünün fonetik xüsusiyyətlərlə bağlı səhvi göstərək. Biz də bilirik ki, vurğu, heca, ahəng qanunu, hərflərin sayı yazılış əsasında, səslər, saitlər və samitlərin sayı isə tələffüz əsasında tapılır. Baxaq, 2 cingiltili bir kar samit var. Tələffüzə baxıramsa, 2 cingiltili bir kar var fikri doğrudur. 2 hecalıdır, vurğu birinci hecaya düşür. Bəli, 2 hecalıdır, amma vurğu 1-ə yox 2-yə düşür. Deməli ilə yanlışımız tapıldı. 2 qalın, dodaqlanmayan sait var. Bəli, 2 dənə qalın sait var və dodaqlanmayandır. Doğrudur. Yazılış ilə deyilişi fərqlənir. Bəli, sözün ortasında 2 müxtəlif kar samit gəlibsə, birincisi olduğu kimi qalır, amma ikincisi öz qarşılığına keçir. O səbəbdən bu qaydada düzgündür. Sözdə qalın saitlərin ahəngi gözlənilmişdir. Bəli, A, I hər ikisi qalındır. Əziz və dəyərli müəllimlər, bacardığım qədər izahları, sualların sayını az verirəm ki, sizi çox da yormayım. Yay aylarındayıq, istirahət vaxtınızdır. O səbəbdən əylənərək bu sualları işləsəz daha çox faydası olar. Əgər izahlar yararlı olursa, mütəmadi olaraq izahlardan yararlanmaq istəyirsinizsə, bizlərə də motivasiya olsun deyə izahların rəy bölməsinə öz dəyərli fikirlərinizi yaza bilərsiniz. Eyni zamanda da izahı ətrafınızdakı bu sahə üzrə tanışan müəllim yoldaşlarınıza da göndərə bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.